Rəqsanə, hər vaxtın xeyir olsun. Sabahınız xeyir olsun Çinarə. Bəli, biz son günlərdə artıq bir neçə yanğın və partlayış hadisələrinin olmağı ilə bağlı xəbərləri eşitdik və çox təəssüflər olsun ki, hətta insan tələfatı ilə nəticələndi bu hadisələrin baş verməsi və elektrik yükünün artması məhz bu cür bədbəxt hadisələrə səbəb kimi göstərilir. Daha təfərrüatlı informasiyanı eyni zamanda nə baş verir ki, bu cür partlayış və yanğın hadisələri baş verir və qarşısının alınması üçün hansı tədbirlər görülməlidir və biz təhlükəsizliyimiz üçün hansı addımları ata bilərik? Bununla bağlı detallı informasiyalara qonağın təhlükəsizliyi üzrə ekspert Samir Nəbiyevdən alacaq. Xoş gördük Samir bəy. Buyurun, suallarımıza cavabı sizdən eşidək. Salam, hər vaxtınız xeyir olsun. Ümumiyyətlə, son baş vermiş hadisələrə diqqət yetirsək, belə bir qənaətə gəlmək olur ki, ümumiyyətlə, elektrik və qaz təsərrüfatı ilə bağlı ciddi bir problemlərimiz var. Bu problemlərin qarşısını hansı formada ala bilərik? İlkin növbədə dövlətin nəzarət orqanları olan qurumlar arasında bu nəzarət mexanizmlərini bölüşdürməyimiz, yəni daha tövsiyə olunacaq bir addım olar. Deyək ki, Azərenerji həm elektrik təsərrüfatına, digər tərəfdən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları eyni belə deyək, təsərrüfata iki orqanın birdən-birə nəzarət etməsi və yaxud da bunu tətbiq etmək olar Azəriqazla Fövqəladə Hallar Nazirliyinin baxışını icra etməsi üçün müəyyən bir tədbirlər formalaşdıra bilərik və növbəti addımlar bu istismarçıların üzərinə düşə bilər, istehlakçıların üzərinə düşə bilər. Biz burada nəzərə alsaq ki, bu müəyyən bir formada mənzillərdən belə deyək, eyni anda cəmiyyət yaradılan cəmiyyətlərin də burada hər hansı bir boşluğu yaranıb, hansı ki MTK-nı idarə edən müəyyən bir cəmiyyətlər formalaşdırılır və burada da həmən istismar edən cəmiyyətlərin üzərinə də dövlətin nəzarət orqanları tərəfindən müvafiq bir tələblər formalaşmalıdır. Hansı ki, ildə bir dəfədən az olmayaraq kabelləşmə ilə bağlı, naqillərin sınaq testi ilə bağlı, o cümlədən torpaqlama ilə bağlı bu proseslər mütləq şəkildə inspeksiya olmalıdır, aktlaşdırılmalıdır və hər hansı bir uyğunsuzluq aşkar etdiyi təqdirdə artıq həmən uyğunsuzluqlar aradan qaldırılmalıdır. Bu istiqamətdə qaz təsərrüfatını da tətbiq etmək olar. Mütləq şəkildə burada yenə də deyirəm, dövlətin nəzarət orqanları planlı və növbədən kənar yoxlamalarla müəyyən bir subyektlərə çatdıra bilməsələr də, çünki həm də sahibkarlıq sürətlə inkişaf edir, eyni adda müvafiq deyək ki, bir obyektdə, qeyri-yaşayış obyektində bu ilin əvvəli digər şəxs, digər deyək ki, fərdi sahibkarlıq subyekti fəaliyyət göstərdirsə, artıq bir neçə aydan sonra həmən subyekt dəyişə bilər, fərqli istiqamətdə fəaliyyət göstərə bilər. Samir bəy, önəmli bir mövzuda qısa bir sualım da olacaq. Bəs bu cür hallar baş verdiyi zaman, yanğın baş verdiyi zaman, partlayış olduğu zaman ilkin olaraq hansı təhlükəsizlik tədbirlərini biz vətəndaş olaraq edə bilərik? Ümumiyyətlə, hər hansı bir fövqəladə hal zamanı, istər bu yanğın olsun, istər zəlzələ olsun və yaxud dəm qazından boğulma olsun, mütləq şəkildə vətəndaşlar, sakinlər evi təhlükəsiz formada, yəni qaçmadan, liftdən istifadə etmədən, əgər xüsusi təxliyə çıxışları varsa, həmin təxliyə çıxışları ilə təhlükəli ərazini tərk etməlidir və kənar ərazidə daha deyək ki, toplanma məntəqəsi varsa həmin ərazidə, yoxsa daha təhlükəsiz ərazilərdə fövqəladə hal vəziyyəti aradan qaldırılana qədər gözləmək. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları bizlə paylaşdığınız üçün. Təbii ki, zəncirvari şəkildə bu təhlükəsizlik tədbirləri mütləq şəkildə görülməlidir. Hər bir qurum, hər bir vətəndaş öz üzərinə düşən addımı atsa, bu cür bədbəxt hadisələrində qarşısı alınmış ola bilər və bu baxımdan da elə sadalınanlara diqqət etməkdə fayda var. Həm təhlükəsizlik qaydalarını öyrənərək bu cür addımların, bu cür bədbəxt hadisələrin qarşısını bir qədər almış ola bilərik. Amma istənilən halda əgər hadisə baş veribsə, mütləq şəkildə təhlükəsizlik qaydalarını bilərək bu vəziyyətdən çıxış yolu kimi istifadə etmək mümkündür. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizimlə bölüşdüyünə görə.